Salam dostlar, bugün sizinlə nə keçəcək? Bugün sizinlə Wi-Fi qırmaq keçəcək. Yəni 100% qırır. Yəni mən kanalda yalan gələn belə şeylər paylaşmıram. Yəni üstündə eləyirəm, tamamlayıram, ondan sonra başlayıram qırmağa. Gözüm, ha. Ondan sonra başlayıram qırmağa. Yəni bu mütləqdir. Yəni ancaq amma sizə deyim də VP-ları qırır. Yəni necə deyim sizə? Bax, burada VP 2-dir. Gördüyünüz kimi üstündə yazılıb VP 2. Bu qıra bilməyəcək. Bax, burada da VP2, VP pısıqı. Bax, bu biz qıra bilərik. VP pısıqıdır bu. Bax, bunu da qıra bilərik. VP2-lər müdafiəsi güclüdür. Onlar qırmaq olmur proqramdan. Ancaq VP-ları qırmaq olur. Gən də deyim. Sonra deyirsiniz ki, qıra bilmirəm. Deyim nəyə görə qıramırsınız? Çünki VP2-dir həminlər. VP pısıqını amma qırmaq olur. İlk öncə sizə bir dənə belə proqram verəcəm. Jumster Dumper. Jumsterə girəcəyik. Buradan set vuracaq. Dala verəcək. Gözləyəcək ki, yüklənsin və next eləyəcək. Lisenziya qəbul eləyəcək. Gördüyünüz kimi yüklənəcək. İnşallah nə vaxt yüklənər. Nəysə, sizə deyim də, yəni, inanmırsınızsa, yəni, nömrəm də verə bilərəm, zəngini, yəni, bilməyənlər üçün. Yəni, mütləq qırır da, yəni, yoxlamışam. Bu notebookda məndir. Bu dost verib. Hələlik ki, bu qırmaq üçün də. Proqramı Yustar'a yüklədik. Belə, yüklənir. Buna işimiz olmayacaq. Yüklənsin, yüklənsin. Gördüyünüz kimi yüklədik. Və burada, oyda nə da Wi-Fi gəldi. Bax, bu olsa şeysizdir. Bu saçı satısıdır. Papa, bu İbrahim, bu qıra bilərik. Sonra ZT, bu qıra bilərik. Hansını qırım mı? İbrahim'i qırım, yoxsa işte ki. Uzaqdır İbrahim. Gəl İbrahim'i qıraq. Gördüyünüz kimi İbrahim var burada. İbrahim. Buna baxırıq. Görürük ki, VP PSQ yazılıb. Sonra bu Dumper proqramımız var. Bu yaşlı proqram. Bunun üstünə 2 dəfə vururuq. Ayda, Netframa işləməmişəm. Gördüyünüz ki, bir proqram niyə atqaz elədi? Microsoft Net Framework proqramı yazmamışam, ona görə atqaz elədi, ona görə bir şey eləmir. Sizə də mütləq deyirəm ki, proqram yazın Microsoft Net Framework. Bu proqram mütləq yazmalısınız, yoxsa proqram işləməyəcək. Yəni, bu Dumper, Jumster, bunlar işləməyəcək. Proqram mütləq yazın, yəni sizə məsləhət görürəm. Onun altında sizə link atacam, o da işlərsiniz. Mən maraqlıdır, mən Wi-Fi qırma proqramı hara qoyum? Bir də sizdən artıq dəyəcək xahiş edirəm və ya proqram zadı satıb elərsiniz, olmaz da satmaq yox. Satmaq olmaz, kişilikdən deyil. Mən burada pulsuz paylaşım, sən də ged o sat. Ona qalsın elə mən də gedib satarım da. Prosta mən paylaşıram ki, insanlara xeyirli olsun. Yəni mütləqa, yəni elə bilərsiniz öz Wi-Fi-də qırır. Yəni burada ayda totu gəlir gedir. Mən hansını qırım? 3 dənə Wi-Fi qaldı. VP2, VP2, VP. Bunu mütləq qıracam. Bu da bizim qonşumuzundur, yaxın adamdır. Bunun üçün qıracam mütləq. Bunlar qırmaq olmur, çünki VP2-dir. Amma bu VP-də ona görə bu qırmaq lazım. Bu nəsə, bu framework gec yüklənəcək. Gördüyünüz kimi yüklənli proqramımız Dumper üstünə vururuq. Bir yer açmadı, amma indi açacaq. Dumper üstünə vururuq. Açıl. Açacaq, narahat olmayın. Gördüyünüz kimi hələ fırlanır. Açıl da, tezim. Gördüyünüz kimi açıldı, bir yer açılmırdı, çünki nəyə görə? Burada da yazır ki, VP-sılar qıra bilər. Belə bir şey gələcək, bizim STV Wi-Fi-mizdir. Burada scan vuracaq, yəni axtarmaq. Belə bir şeylər tapdı. Bax, VP pısıqı. Yəni VP-nı qıra bilər də, bu VP2 yox bunları. Nəysə, buradan keçirik bunu, bu üstünə vurub, belə keçirik VP-nın üstünə. Belə, buradan Todas'a vururuq, Todas Lastis. Bura vururuq, Todas Lastis. Buradan Eskaner vururuq. Və yekə kişi gəlir. Buna başardılar qoyurlar, yekə kişi. Burada məlumat verir, VP pısıqı, yəni qıra bilərik. Belə bir şey gəldi. Burada gələndən sonra İncil Jumster var. Bunu vururuq. Yəni Wi-Fi-mızı seçirik də. Bu vursuq qırmayacaq. Bu da qırır. Bu da VP pısıqıdır. Nə yaxşı.
Ha, bu Hüseyin də vurpa puskudur, bu da vurpa puskudur. Ona biz yekə kişini qıraq ya da hansı ürək istəyir. Ya yekə kişi qıraq ya. Hə, burada incə jumstar vururuq. Hə, burada dale vurmadım öz-özünə etdi. Hə, dale vurursunuz, dale və qoşuldu. Gördüyünüz kimi qoşuldu. Burada da baxaq. Yekə kişi qoşuldu. Gördüyünüz kimi Wi-Fi yəni qırıldı. Ondan sonra switch-də basıb buradan sonra Wi-Fi üstünə gəlirik. Switch-də basırıq. Burada switch var. Basırıq. Burada otomatik znak bunu vururuq və parol tapdıq. Azərbaycan 2008. Gedib ona deyəcəm. Yəni VP-ları qıra bilir. Yenə də deyirəm ki, VP-dan başqaları qıra bilmir. Yəni ki, Hüseyin də yoxlayaq. Hüseyin də qıracaq. Hüseyin. Şuraya qıra biləcək. Bəs bir bu VP-2 idi axı. Bax, burada VP-2. Bu qoşulur ki. Qoşuldu. Gördüyünüz kimi buna da qoşuldu. Switch-də vururuq. Onun da parolu buradadır. Prosta qonşunun paroludur. Yazıqdır. Eləməyək, göstərməyək. Bütün qonşular dolaşacaq. Ha, qıra bilərik mütləq. Bu nə yaxşı oldu. Ləzzət elədi. Proqram yaxşı proqramdır. Sizə məsləhət görürəm. Yenə də buradan VP ya 50 dəfə dedim, VP-nı seçin. VP2. Buradan elə bunu seçdiniz, birini seçdiniz. Buradan eskaner vurursunuz. VP-ları özü bura çıxardır. Yəni hansı Wi-Fi-ləri qıra bilərik. Elə üstünə basıb sonra buradan gəlirik. Wi-Fi üstündə sağ düyməni basırıq, switch-də vururuq, buradan bu çıxıldadırıq, parol görsənir. Qutarda elə bu qədər asan şeydir. Xahiş edirəm, yəni proqramı satmayın da artıq dərəcədə artıq dərəcədə xahiş edirəm satmayın da. İşlədir, neyin satanda nə xeyir gələcək. Qonşuların Wi-Fi bir dənəsini qırın, cəmaata paylaşmayın, bir dənəsini qırın bəs. Nəysə, çox sağ olun, salamat qalın, çox danışdım mən. Çox sağ olun, salamat qalın. Kanalımıza abunə olun, videolar bəyənin. Elə bilməyənlər aşağıda yaxşı söyüşlər yazmasın. Mənə desin, elə evinizə də gəlib o qura bilərəm, amma söyüşü yığışdırın da, yəni. Sağ olun.